Bugün Maliyyə Büdcə Komitəsində Gürcüstan Milli Bankının 2025-ci il üzrə illik hesabatı dinləniləcək. Hesabatı deputatlara Milli Bankın prezidenti Natiya Turnava təqdim edəcək. Hesabata əsasən 2025-ci ildə həyata keçirilən monetar siyasət nəticəsində inflasiya gözləntiləri sabit qalıb və illik inflasiya 4% təşkil edib. Güclü makroiqtisadi göstəricilər Milli Bank beynəlxalq ehtiyatları əhəmiyyətli dərəcədə artırmağa imkan verib. 2026-cı ilin aprel ayına olan məlumata görə beynəlxalq ehtiyatların həcmi 6 milyard ABŞ dollarını ötüb. 17 may yürüyüş və Katolikos Patriarxının çıxışı artıq ikinci gündür ki, siyasətçilərin qiymətləndirmə mövzusu olaraq qalır. Müxalifət üçün çıxışın mahiyyət və əhəmiyyəti aydındır, lakin onların sözlərinə görə əsas məsələ ailələrin sosial və maliyyə vəziyyətinə görə uşaqlar üçün minimum şərait nə dərəcədə yarada bilməsidir. Ailə müqəddəsliyi gününə həsr olunmuş yürüyüşdən sonra yeni patriarx 3-cü şio təntənəli liturgiya icra etdi və çıxışı zamanı demoqrafik məsələlərə diqqət çəkdi. Onun sözlərinə görə ölkənin demoqrafik vəziyyəti diqqət tələb edir və xoşbəxtlik 2 və ya 3 ildən bir uşağın dünyaya gəldiyi ailədədir. Gürcüstan Səhiyyə Nazirliyi və tibb müəssisələri nadir sinir əzələ xəstəliklərindən əziyyət çəkən pasientlər üçün yeni xidmətin istifadəyə verilməsinə hazırlaşırlar. Söhbət düşən əzələ distrofiyası ilə yanaşı spinal əzələ astrofiyası və Beker əzələ distrofiyası olan xəstələrdən gedir. Onlar müxtəlif sahələr üzrə mütəxəssislərin xidmətindən yararlana biləcəklər. Səhiyyə Naziri proqrama qoşulmaq istəyən klinikaların nümayəndələri ilə görüş keçirib. Müzakirə Çiçişvili adına uşaq klinikasında baş tutub. Nazir diaqnostika və ambulator şöbələrə baxış keçirib, həkimlərlə söhbət edib. Yaxın vaxtlarda istifadəyə veriləcək yeni xidmət çərçivəsində pasientlərə ambulator, stasionar və laborator xidmətlər göstəriləcək. Uşaq bağçalarında təhlükəsiz oyuncaqlar mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Nəzarət Agentliyi və Tbilisi Uşaq Bağçalarının İdarə Etmə Agentliyi tərəfindən təşkil olunub. Görüşdə Tbilisidə fəaliyyət göstərən 190 uşaq bağçasının nümayəndələri iştirak ediblər. Məqsəd oyuncaqların təhlükəsizlik standartları və qüvvədə olan qanunvericilik tələbləri barədə məlumatlılığı artırmaq olub. İştirakçılara təhlükəsizlik oyuncaqlarının seçilməsi və satın alınması zamanı vacib tələblər, həmçinin təhlükəli məhsulların aşkarlanması və məlumatlandırılması mexanizmləri barədə məlumat verilib. Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə Moldovanın 2 vətəndaşı saxlanılıb. Samegrelo Zemosvaneti bölgəsinin hüquq mühafizə orqanları təqsirləndirilən şəxslərin üzərində müvəqqəti yaşayış evində və avtomobillərində aparılan axtarış zamanı, həmçinin müxtəlif yerlərdən maddi sübut kimi 31 bağlama metadon tərkibli qranul və toz şəklində narkotik maddə götürüblər. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Əbu-Dabi Atom Elektrik Stansiyası yaxınlığında hücum baş verib. Pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində yanğın yaranıb. Yerli hökumət hadisəni təhlükəli eskalasiya adlandırıb. Müdafiə Nazirliyinin məlumatına görə ölkəyə qərb istiqamətindən 3 dron daxil olub. Onlardan ikisi zərərsizləşdirilib, üçüncüsü isə Atom Elektrik Stansiyasının yaxınlığında yerə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Radioloji təhlükəsizlik səviyyəsində də heç bir dəyişiklik qeydə alınmayıb. Donald Trump mayın 19-da Milli Təhlükəsizlik Komandası ilə görüş keçirəcək. Prezidentin komanda üzvləri ilə İranla bağlı mümkün hərbi əməliyyat variantlarını müzakirə edəcəyi bildirilir. Amerikalı yüksək vəzifəli rəsmilərin sözlərinə görə Trump müharibənin diplomatik yollarla başa çatmasını istəyir. Lakin İranın onun tələblərini rədd etməsi hərbi variant yenidən gündəmə gətirib. ABŞ-da 17 may Milli Dua Günü kimi qeyd olunub. Amerika 250 tədbiri çərçivəsində xalqa ABŞ prezidenti Donald Trump, vitse-prezident, dövlət katibi və müdafiə naziri Pete Hegseth müraciət ediblər. Donald Trump iştirakçılara Padşahların 1-ci kitabının 9-cu fəsilindən bir hissə oxuyub. Pete Hegseth isə vətəndaşları 250 il əvvəl ABŞ-ın ilk prezidenti George Washington necə dua edirdisə, bugün də elə dua etməyə çağırıb. Trumpın təşəbbüsü ilə Milli Meydanda keçirilən tədbirdə müxtəlif dini konfessiyaların nümayəndələri birgə dua üçün toplaşıblar.
Cannes Film Festival çərçivəsində keçirilən Gürcü şərabı qəbulunda Gürcüstan Milli Kino Mərkəzi dünya səviyyəli prodüserləri, festival proqramçılarını və aparıcı kino sənayesi nümayəndələrini qeyri-rəsmi şəraitdə qəbul edib. Görüş zamanı gələcək əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi imkanları və Gürcü filmlərinin xarici tərəfdaşlarla təqdimatı müzakirə olunub. Kino sənayesi nümayəndələrinin görüşü konkret nəticələrlə yekunlaşıb.